Peyğəmbərimiz buyurur ki, ən çətin vaxtlarında bu zikr eləyərmiş. Ya Rauf, Ya Rəhim. Ən çətin vəziyyətlərdə etdiyi bir neçə zikir var imiş, bir də buymuş. Ya Rauf, Ya Rəhim. Ya məsələn, İmam Rızıdan deyim sizə, övladına dedi, bala, nə zaman gördün ki, dərdün, qəmin tutub sənə üz, dərd, qəm hər tərəfdən sənə üz tutub, Ya Rauf, Ya Rəhim zikrini çox elə. İnşallah ki, əlindən tutar o zikir. Qəlbivə sükunət verər, aramlıq verər, rahatlıq verər. Bu həm məsumların tapşırığıdır, həm Quran-ı Kərimin nə idi? Adıdır. Quran-ı Kərimdə keçən Allahın adlarından biridir. Bəli. Xülasə, Rauf adı insana çətinlik üz tutanda çıxır meydana, zühur etməyə başlayır. Yəni, rəhmət geniş anlamlıdır. Ola bilsin bir çətinliyə düşməmsən hələ, Allah rəhməti ilə, rəhim adı ilə sənə bir neymət verir. Sənə bir dost verir. Heç çətinlikdən əsər əlamət yoxdur, söhbət də getmir. Rauf o zaman meydana gəl ki, sənə çətinliyin var. Qəmin var, dərdin var, kədərin var. Yıxılmısan, qalmısan yerdən. Orada rüfət çıxır meydana. İndi burada bir dənə sual çıxır. Raufla rəhim eyni gəlir axı yanaşı. Raufun rəhim. Niyə bu iki ad yanaşı gəlir? Buyurlar səbəbsiz deyil. Bu iki dənə ad ki, yanaşı gəlməyin mənası var. Sinonim deyil. Müfəssirlər buyurur ki, Rauf ismi bəndəni çıxılmaz vəziyyətdən xilas eləyir. Məsələn, dalandasan qapı açır, quyudasan quyudan çıxardır. Bir nəfər bataqlıdadır, bataqlıdan çıxardır. Boğulur, sudan çıxardır. Rauf yəni bu. Rəhim adı isə yeni nəfəs və yeni həyat verir. Yeni həyat verir. Biraz da izah edən. Rauf bəlanı, müsibəti dəf eləyir. Rəhim yeni neymətləri bəxş edir. Yaxşı. Sanki məsələn, bax, Yusuf Peyğəmbər quyudadır. Atıblar, geyiblər. Allahın Rauf ismi dadına yetişdi. Quyudan çıxartdılar. Rəhməti də dadına gəldi çatdı. Oldu Misirin əzizi. İndi onlar gəlbilər bunun ayağına. O kəslər ki, bunu quyuya atıb, indi bunun qabağına səcdəyə gedib. Bu da Allahın işi. Bu da bu.